Müəllim, zəhmət olmasa deyin, bizim Azərbaycan dilinin funksional üslubları hansılardır? Neçə dənə funksional üslubumuz var? Bədii üslub, elmi, publisistik, Hı -hı. nümayişat, rəsmi işgüzar. 5 dənə. Aha, əla. Bədii üslub, elmi üslub, publisistik üslub, məişət üslubu və rəsmi işgüzar üslub. Bəs fərdi üslub necə? Fərdi üslub funksional üslublara daxildir. Axı bir dənə də bu üslubun da adı çəkilir. Xeyr, Funksional, bəli, fərdi fərdi üslub. funksional üsluba daxil deyil. Fərdi üslub funksional üsluba daxil deyil. Əla. Yaxşı. Bu üslubların hər üçü üçün xarakterik olan xüsusiyyət hansıdır? Hansı ki, bu üç üslubun üçündə bu əsas üslubların hər birində özünü göstərməlidir mütləq. Funksional üslubların hamısı məsələn ədəbi dili təşkil eləyir. Hı -hı. Normalara tabe olmalıdır. Tamamilə doğrudur. Bəzən bəzi test müəllifləri çaşdırmaq üçün qeyd edirlər ki, məişət üslubu normalara tabe olmayan üslubdur. Bu fikir yanlışdır. Bütün üslublar, məişət üslubu da daxil olmaqla dilimizin norma və qanunlarına tabe olmalıdır. Yəni, istədiyimiz sözü istədiyimiz şəkildə tələffüz edə bilmərik və yaxud da istədiyimiz sözü istədiyimiz şəkildə yaza bilmərik. Vahid orfoqrafiya, orfoepiya qaydamız var ki, ona hər bir Azərbaycan vətəndaşının borcudur ki, əməl eləsin. Yəni, belə deyək də, bu məişət üslubudur deyə burada necə gəldi danışmaq uyğun deyil. Eyni zamanda nitqdə söyüş xarakterli ifadələr, vulqarizmlər, varvarizmlərin istifadə edilməsi də yol verilməzdir və bu məişət üslubunun göstəriciləri deyil. Aha, yaxşı, bədii üslub haqqında danışın zəhmət olmasa. Bədii üslub obrazlılıq, emosionallığı özündə göstərir. Hı -hı. Daha çox danışıq dilinə məsələn yaxın üslubdur. Ha. Neçə Məsələn, forması var? məzmun necə? Neçə forması var bədii üslubun? A2 Hı. orfoepik, orfoqrafik. Ay, sağ olun. Bəli, həm orfoqrafik, həm də orfoepik normaya tabe olmalıdır. Bədii üslub. Bəli. Yaxşı. Bu üslub, bu xüsusiyyət həm də məişət üslubu üçün keçərlidir. Eyni zamanda neçə formada təzahür eləyə bilər bədii üslub? Nəzm, nəsr, dramaturq. Bəli. Nəzm forması, nəsr formasında, bir də dramatik formada, dramaturgiya formasında təzahür edə bilər. Tamamilə doğrudur. Müəllim, bədii üslubda terminlərdən istifadə oluna bilər. Bəli, istifadə oluna bilər. Necə əsaslandırarsınız? Nəyə görə istifadə oluna bilər? Axı terminlər biz bilirik elmi üslubun əsas xarakteristik xüsusiyyətidir axı. Ondan yəni daha geniş şəkildə istifadə olunmur. Məsələn, adı təkcə çəkilir, amma Niyə? Məsələn, bədii üslub nümunə çəkə bilərsiniz. Məsələn, dediniz ki, bədii üslubda terminlərdən istifadə oluna bilər. Amma terminlər ümumilikdə elmi üslubun xüsusiyyətidir. Qulaq asın müəllim. Bəzən ədəbiyyatçılar öz əsərlərində obrazın nitqində müəyyən terminoloji sözlərin izahını verə bilər. Aydın oldu. Bu isə obrazın xarakterini açmağa kömək olan vasitə kimi qiymətləndirilir. Yəni biz onu əsərdə işlənən termin kimi qiymətləndirməyimiz doğru deyil. Aydın oldu. Təsəvvür edin ki, siz bir yazıçısınız və bir əsər yazırsınız. Bir hekayə yazırsınız. Yazdığınız hekayənin baş qəhrəmanı kimya müəllimidir. O girir sinifə, kimyadan hər hansı bir mövzunu keçir. Mövzunu keçərkən də təbii ki, kimyəvi terminlərdən istifadə eləyir. Bu o demək deyil ki, həmin mətn və yaxud da həmin hekayə belə deyək də elmi hekayədir. Xeyr, elmi hekayə anlayışı heç düzgün deyil. Elmi üslubda olduğunu təsdiqləyə bilməz. Çünki həmin üslub, həmin ifadə hekayə janrındadır. Hekayə də bədii üslubun göstəricisidir və bədii üslubun daxilində hər hansı bir obrazların dilində terminlərdən istifadə oluna bilər. Bu da obrazın nitqini açmağa kömək olur. Yaxşı, mürəkkəb cümlələr, modallıq bildirən söz və ifadələr, fikrin ştrixlərlə, cümlələrlə, mürəkkəb cümlələrlə ifadə olunmağı, cədvəllərdən istifadə olunmağı, düsturlardan istifadə olunmağı hansı üslub üçün xarakterik xüsusiyyətdir? Bu elmi üslub.
Elmi üslubdur, bəli. Hansı üslubda termin sıxlığı şiddətli şəkildə özünü göstərir? Elmi üslub. Hansı üslubun dili ağırdır? Dili ağırdır. Bəli. Rəsmi işgüzar. Yox, Yəni elmi üslubun elmi ağırdır, bəli. elmi Ancaq həmin sahəyə aid şəxslər elmi üslubun belə hə, deyək də izahını, şərhini başa düşə bilər. Həmçinin yadda saxlamaq lazımdır ki, elmi üslubda beylənimlər, terminlər çoxluq təşkil edir. Yəni testdə düşsə ki, elmi üslubda daha çox milli terminlər çoxluq təşkil edir. Bu fikir yanlışdır. Daha çox beynəlmiləl terminlər üstünlük təşkil edir. Bu nə deməkdir? Yəni daha çox xarici terminlərdən istifadə olunur elmi üslubda. Yaxşı, məntiqilik, ardıcıllıq, konkretlik, dəqiqlik, termin sıxlığı hansı üslubun xüsusiyyətidir? Elə bu da elmi üslub. Elmi üslubun xüsusiyyətidir. Bəli, tamamilə doğrudur. Emosionallıq olur termin elmi üslubda. Emosionallıq, Hı xeyr, -hı. emosionallıq bədii üslubda olur. Aha, Yəqin burada olmaz değil mi? burada yox. Olmaz. Burada yoxdur. Emosionallıq birbaşa bədii üslubun xarakteristik xüsusiyyətidir. Yaxşı, elm sahələri neçə yerə bölünür? Elm sahələri neçə yerə bölünür? Hı. Müxtəlif yerlər var da. Humanitar elmlər, Bunu deyirsiniz. bəli, humanitar elmlər, Elmləri. texniki elmlər, və təbiət elmləri. Bunlar elmi üslubun 3 təzahür forması kimi göstərə bilərik. Yəni 3 elm sahəsinin əsas bölgüsüdür. Yaxşı, kitabınızda da bu qeyd olunub. Bioelement orqanizmlərin qurulmasında və onların fərdi fəaliyyətlərinin təmin olunmasında iştirak edən üzvü birləşmələrin, vitaminlərin, hormonların, fermentlər, amil turşular, zülallar, yağlar, karbohidratlar struktur vahididir. Yer səthində su və hava da daxil olmaqla hidrogenin payına 1% kütlə düşür. Bu mətn hansı üslubdadır? Elmi üslub. Elmi üslubda yazılmışdır. Əla. Yaxşı, deyirəm ki, link tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisimdir. Bu hansı üslubdadır? Elə bu da elmi. Bu da elmi üslubdadır. Çünki fizika elminə aid olan xüsusiyyətlər özünü göstərib. Yaxşı, hansı üslub ən gənc üslub hesab olunur? Publislik üslub. Ha, Daha nə? gec yaranır. Daha gec yaranan publisistik üslub dedik ki, ən gənc üslubdur. 75-ci Neçənci ildə yaranıb? 1875 Əkinçi qəzet. 75-ci ildə Əkinçi qəzeti ilə başlayıb. Yaradıcısı kimdir? Redaktoru. Həsən bəy. Bəli. Həsən bəy Zərdabi olmuşdur. Neçə il hökm belə deyək də nəşr olunub? Bəli, aralıq fasilələrlə 2 il olmuşdur və 1875-ci ilin iyununda nəşrini, fəaliyyətini dayandırmışdır. Yaxşı, publisistik üslub neçə əsasda özünü göstərir? Yəni neçə cür olur? Publisistik neçə növü var? Publislik bir də yazılı. Aha, əla. Deməli, 2 növü oldu. Var şifahi publisistika, var yazılı publisistika. Şifahi publisistikaya nələr daxildir? Televizor, radio, Aha, hər hansı bir Hədə belə bir şifahi şəkildə eşidirsən də harada. aha. Yazılı publikasiya isə qəzetdir məsələ, Əla, deyək, tamamilə doğrudur. Deməli, kitablardır. publisistik üslub dedik ki, iki formada olur. Şifahi formada və yazılı formada. Şifahi publisistikaya radio, televiziyaların dili, kütləvi yığıncaqlarda, mitinqlərdə səslənən şifahi dil məhz şifahi publisistikaya daxildir. Yazılı publisistika isə qəzet və jurnalların, elmi, kütləvi kitabların və sair kimi dili bura daxildir. Aha, yaxşı. Mənə deyin görüm. Bu Salam üslubun müəllim, hansı? necəsiz? Salam Elgiz müəllim, siz yaxşı olun, siz necəsiz? Çox sağ olun. Aha, bir qədər gec qoşuldunuz. Biz artıq 2 dənə üslubu sual-cavab eləmişik. Mütləq 10 dəqiqəsinə baxarsınız əvvəlcədən. Aha,
Publisistik üslub ümumxalq dilinə yaxındır müəllim, yoxsa yox? Elgiz müəllim, siz deyin zəhmət olmasa. Publisistik üslub necə müəllim bir də sual təkrar edin. Publisistik üslub ümumxalq dilinə yaxındır, yoxsa yox? Ümumxalq dili müəllim, publisistik üslub ümumiyyətlə radio və televiziya danışıq dilidir. Yəni ümumxalq danışıq dilinə yaxındır. Bəli, tamamilə doğrudur. Biz bilirik ki, yeganə üslubdur ki, insanlar arasında belə deyək, təbəqələşmə qoymur. Yəni sosial ayrımcılıq eləmir. Demir bu kasıbdır, bu varlıdır. Demir bu ali təhsillidir, bu orta təhsillidir, bu isə ümumiyyətlə təhsilsizdir. Bütün insanlar üçün əlverişli, məlumat verici üslub publisistik üslub hesab olunur. Təsəvvür eləyin ki, kimsə sabah işi var, hər hansı bir yerə getməlidir və sabahın hava durumunu bu günləri xəbərlərə baxır, öyrənir. Həmin adam təhsilsiz də ola bilər, orta ixtisas təhsilli də ola bilər, orta məktəbi də bitirə bilər, ali təhsilli də ola bilər və nəticədə eyni şeyi başa düşürlər ki, sabah yağış yağacaq və yaxud da hava günəşli olacaq. Aydın oldu. Yəni ona deyirlər ki, ümumxalq dilinə yaxındır. Kütləvi dil hesab olunur, yoxsa yox? Bəli müəllim, kütləvi dil hesab olunur. Bəli, məsələ uşaqdan böyüyə hər bir şəxsi məlumatlandırmaq üçün istifadə olunur. Ədəbi dilin normalarına tabe olmalıdır, yoxsa olmamalıdır? Təbii ki müəllim, olmalıdır. Tamamilə doğrudur. Yaxşı, mənə deyin görüm siz. Publisistik üslub neçə şərhdə verilə bilər? 2, bir şifahi, bir yazılı. Şərh deyirəm, yazılı şifahi keçdik müəllim. 2 şərhdə verilə bilər. Bir, təsviri şərhdə, bir də analitik şərh formasında. Təsviri şərh dedikdə gündəlik hadisələrin və informasiyaların qarşısındakı şəxsə çatdırılması nəzərdə tutulur. Gündəlik hadisələr, məsələn, Analitik şərhdə də politolog və digər mütəxəssislər tərəfindən ediləcək şərhlərdir. Yəni tamamilə doğrudur. Məsələn, mütəxəssislər tərəfindən. Qulaq asın. Hidrometeoroloqlar belə deyək də sabah baş verən havanı əvvəlcədən müəyyənləşdirirlər və ictimaiyyətə bunu şərh eləyirlər. Bu analitik şərhə aiddir. Amma siz məsələn bu günləri işə getmisiniz və başınıza xoşa gəlməyən hadisə gəlib də, onu gəlib burada mənə danışırsınızsa, o təsviri şərhdir. Yəni özünüzün gündəlik həyatda başınıza gələn hər hansı bir şey mənə deyirsiniz. Aydın oldu? Aha. Bundan əlavə publisistika 3 formada da özünü göstərə bilər. Bədii publisistik dil, 3 dildə özünü göstərə bilər daha doğrusu. Bədii publisistik dil, rəsmi publisistik dil və elmi publisistik dil. Doğrudur yoxsa yanlışdır? Doğrudur müəllim. Yaxşı. Hansı üslubun hansı üslubun lüğət tərkibi yığcam, sintaksisi məhdud, normallığı isə möhkəm olur? Rəsmi işgüzar üslub. Aha. Rəsmi işgüzar üslub neçə forması var rəsmi işgüzar üslubun? 2. Aha. Hansılardır? Rəsmi Bəli. Rəsmi sənədlər və işgüzar sənədlər. Rəsmi və işgüzar sənədlərin fərqi nədir? Elgiz müəllim. Hə müəllim, mən elə bildim Peyman müəllim. Bu sual Rəsmi sənədlər konstitusiya, qanun, məcəllə, fərman, əmr və sair kimi olur. Yəni bu sənədlərə aiddir. İşgüzar sənədlərdə tərcümə haldır, reklam, ərizə, akt, bildiriş. Yəni fərqləri nələrdir? Tam dəqiq deyək. Məntiqlə düşünəndə tutmaq olur. Rəsmi sənədlər müəllim xüsusi mütəxəssislər hazırlar. Bir növ konstitusiya ilə bağlı olur. Yəni rəsmi hüquqa məzmununa malik olur. Aha. Rəsmi sənədlər nisbətən dövlətin ali idarəetmə orqanı tərəfindən nəzarət altında olan sənədlərdir. Məsələn, konstitusiyamız, Milli Məclis və Azərbaycan Respublikasında ali idarəetmə orqanı kimdir? Milli Məclis və Azərbaycan Respublikasının prezidenti. Düz deyil. Bu ikisinin birgə təşkilatçılığı ilə və yaxud da hərəsinin ayrı-ayrı möhürü ilə təsdiq olunan sənədlər adlanır rəsmi sənədlər. Əmrlər,
fərmanlar, sərəncamlar, konstitusiya aktlarımız, konstitusiyaya əlavə olunan yeni maddələr, çıxarılan maddələr, bunların hər birisi adlanır rəsmi işgüzar üslubun rəsmi qolu. Aydındır? Çünki bunların hər biri prezident tərəfindən imzalanır, prezident tərəfindən qəbul edilir, Milli Məclisə təqdim edilir, Milli Məclisdə müzakirə olunur, Milli Məclisdə təsdiq olunur. Aydın oldu? Yəni dövlətin yüksək təbəqədən olan idarəetmə orqanları tərəfindən təsdiq olunan sənədlərdir. Bəs işgüzar sənədlər necə? Müəllim, işgüzar sənədlərdə xüsusi dövlət əhəmiyyəti kəsb eləmir. Həcmcə rəsmi sənədlərdən kiçik olur. Aha. İşgüzar sənədlər, məsələn, baxın, biz dedik ki, rəsmi sənədlər yüksək idarəetmə orqanlarının təsdiqi ilə yaranan sənədlərdir. İşgüzar sənədlər isə yerli yerli idarəetmə orqanları tərəfindən, məsələn, məktəblərdə direktorlar və yaxud da sinif rəhbərləri tərəfindən və yaxud da polis şöbələrində istifadə olunan sənədlər, daha sonra bələdiyyədə istifadə olunan sənədlər, yəni yerli idarəetmə orqanlarında istifadə olunan sənədlərdir. Məsələn, məktəblərdə gündəlik şəkildə istifadə olunur. Nə bilim, ərizələr, sağlıq olsun görəcəksiniz. Hər ilin əvvəli bir də görürsən ki, sinif rəhbəri gəldi, direktor sinif rəhbərinə deyir ki, o boş saatları doldurmaq üçün gedin yalandan sinifinizə deyin ki, sizə fakultativ məşğələ yazılır ki, bəs 6-cı gün filan saatda, 7-ci, 6-cı saatlara qalmalısınız, sizə əlavə dərslər keçiriləcək falan filan. Güya uşaqların ağzından ərizə yazdırırlar. Bundan əlavə təsəvvür edin ki, siz bir sinif rəhbərisiniz və belə deyək də sizə bir sinif təqdim olunub ki, 8A-nın sinif rəhbəri sizsiniz və sentyabrdan iyun ayının 14-nə qədər həmin sinifdə hansı yenilikləri eləyirsiniz də, məsələn, yeni parta alıbsınız, yeni lövhə alıbsınız, sinifin tavanını dəyişibsiniz, nə bilim, sinifə yeni pərdələr alıbsınız. Bu kimi yenilikləri ilin sonunda siz hesabat kimi təqdim eləyirsiniz, belə deyək də, direktora, məktəb rəhbərliyinə ki, hesabat verirsiniz ki, mən filan sinifdə filan işləri gördüm, filan şeyi elədim, filan ayda filan belə deyək də tədbiri gördüm. Bu olur hesabat. Və yaxud da sinifinizdən hər hansı bir şagird dərsə gəlməyib, bir aydır ki, 21-22 gündür ki, dərsə gəlməyib və 21-22 gündən sonra dərsə gəlir, soruşurlar ki, nəyə görə gəlməyibsən, gəl bunun izahatını yaz. Və şagird gedir deyir ki, bəs mən qızılcı olmuşum, ona görə gələ bilmirdim dərsə. İzahat yazılır altından. Aydın oldu. Bu və bu kimi sənədlər dilimizdə adlanır rəsmi işgüzar sənədlər. Yəni, işgüzar sənədlərin təsdiqində ancaq səlahiyyətli şəxs imza qoya bilər. Məsələn, mən yazıram, axırda da imzamı qoyuram ki, həqiqətən də bu ərizəni mən yazmışam. Aydın oldu. Mən nə prezident deyiləm, nə də ki, Milli Məclisin deputatı deyiləm. Sadəcə o yazını yazan mən olduğuma görə sadəcə yerli idarəetmə orqanında bir belə deyək, iştirakçıyam, müəlliməm, belə deyək. Və yaxud da direktor imza qoyur, bu yüksək təbəqə hesab olunmur. Ona görə də bu və bu kimi sənədlər dilimizdə hesab olunur işgüzar sənədlər. Yaxşı, mənə deyin görün müəllimlər, bir də yox, heç birindən ehtiyac yoxdur. Daha sonra aktlardır, protokollardır. Bunların hər birisi, baxmayaraq ki, aktdır, protokoldur, bunlar belə deyək də, rəsmi sənədə bənzəyir adından filan. Deyirsiniz ki, ay mənim akt var da burada, yəni polislər imza qoyur da falan filan, amma yəni polisin imza qoymağı ilə müəllimin imza qoymağı eynidir. Yəni heç bir fərq yoxdur. Vəzifələr sadəcə fərqlidir. Bu oldu bizim üslubumuz. Bundan əvvəl, biri qaldı. Məişət üslubu. Məişət üslubu terminoloji nitq forması yoxsa dialoji nitq formasıdır müəllim? Dialoji. Dialoji. Dialoji nitq formasıdır. Bizdə dəqiqə səsmə oldu. Yaxşı müəllim. Bu üslubun əsas cəhətləri nələrdir? Nitq necə olmalıdır bu üslubda? Müəllim, burada əsas kütləvi olmazdır. İşlənmə dərəcəsi Yox, kütləvilik burada yoxdur. Kütləvilik publisistik üsluba aid eləyə bilərik qayda olaraq. Necə? Məişət üslubu
Kütləviliyinə görə işlənmə də ümumiyyətlə ən aparıcı üslubdur. Kütləvilik qayda olaraq, baxın, qayda olaraq deyirsinizsə kütləvi üslubdur, bunu publisistik üsluba daha çox əlavə eləyə bilərik. Amma sırf məsələn fikrinizi izah eləmək üçün deyirsinizsə, o heç. Yəqin ki, fikrinizi izah etmək üçün deyirsiz, bütün insanların istifadə etdiyi nitqdir. Belə demək istəyirsiniz yəqin. Yəni işlənmə dərəcəsinə görə ən aparıcı nitqdir. Hətta kitabda da yazılır. İşlənən məişətdir, amma kütləvi anlaşıqlıq o publistikdir. Aha, kütləvi anlaşma, Başa bilmirəm. kütləvi işlənmə başqadır. Bir dəqiqə mən. Kitabda var, kütləvilik anlayışı var. Aydındır, mən başa düşürəm. Sadəcə var kütləvi anlaşıqlı deyil, var kütləvi işlənmə dairəsinə görə seçilən deyil. Kütləvi anlaşıqlı o belə deyək də gündəlik istifadə olunmur, sadəcə anlaşılır. Kütləvi istifadə olunanda isə ümumiyyətlə hamı tərəfindən rahatlıqla işlədilir, uşaqlı, böyüklü. Mən cümləni tapdım. Aha. Cümlədə deyir ki, kütləviliyinə işlənmə dərəcəsinə görə ən aparıcı üslubdur. Baxın, görün nədir kütləviliyinə, işlənmə dərəcəsinə. Yəni insanlar tərəfindən işlədilir. Axı publisistik üslub insanlar tərəfindən işlədilmir. Kütləvi o deməkdir ki, yəni insanlar tərəfindən başa düşülür. Publisistik üslubdakı kütləvilik odur, məişət üslubundakı kütləvilik budur. Deməli, məişət üslubundakı hər ikisində kütləvilik anlayışı oldu. Fərqli cəhəti odur ki, məişət üslubundakı kütləvilik işlənməsinə görə kütləvilikdir. Publisistik üslubdakı kütləvilik isə anlaşılmasına görə kütləvilikdir. Aydın oldu? Aydın. Həmçinin nitq məişət üslubunda sərbəst və təbii olmalıdır. Amma burada biz nitq məişət üslubunda nitq sərbəst olmalıdır. Qurtardı getdi. Onda biz istədiyimiz formada danışa bilərik. Bu fikir doğrudur yoxsa yanlışdır? Təbii ki, yanlışdır. Təbii ki, yanlışdır. Bəli. Düzgün şəkildə istifadə etməliyik. Orfoqrafik qaydalara, orfoepik qaydalara düzgün şəkildə riayət etməlidir. Hər bir Azərbaycanda yaşayan hər bir vətəndaş, Azərbaycanın hər bir vətəndaşı bu qaydalara tabe olmalıdır. Eyni zamanda nitqdə yersiz təkrarlar olmamalıdır. Bundan əlavə nə deyəcəm, varvarizmlərdən və vulqarizmlərdən qaçınılmalıdır. Onların işlədilməsi nitqdə kobudluq hesab olunur və düzgün məişət üslubu hesab olunmur. Aydın oldu. Ola bilər. Deyə bilərsiniz ki, müəllim, varvarizmlərdə, vulqarizmlərdə məişət üslubunda ümumiyyətlə istifadə olunmaz. Bəzi məqamlar istisna olmaqla. Hansı məqamlardır o da? Belə deyim, bayaqları mən dərslər edim, bunu bədii üslubla əlaqələndirdik. Bədii təsəvvür edin ki, siz hər hansı bir sənətkarsınız və bir əsər yazırsınız. Əsərinizdəki qəhrəman çox ağzını, danışığını bilməyən, yaltaq, nə bilmə, ikiyüzlü biridir və orada çoxlu söyüşlərdən istifadə edir, vulqar xarakterli sözlərdən istifadə edir. Varvarizmlərdən daha doğrusu istifadə edir. Aydın oldu? Yəni bu normal bir şeydir. Yəni həmin istisnai məqamda istifadə oluna bilər söyüş xarakterli ifadələr. Ancaq bu təbii hal almamalıdır. Aydın oldu? O işlənmə məqamı sadəcə obrazın nitqini, fərdiliyini, xarakterik xüsusiyyətlərini başa düşmək üçün işlədilir. Amma ümumən məişət üslubuna xarakterik xüsusiyyətlər deyil. Məsələn, arada siz Elgiz müəllim, nitqinizdə i ifadəsini işlədirsiniz rus dilindən. I plus belə bir şey işlədirsiniz. Yəni fikir verin. O məsələn məişət üslubunun pozulması faktıdır. Aydın oldu? Çünki siz nitqinizdə vulqar sözə yer verirsiniz. Gündəlik məişətinizdə. Çünki dialoji nitq forması daxil dedik. Dialoq. Biz də dərs prosesində dialoq qururuq da, virtual dialoq. Amma sizin həmin dialoqda müəyyən rus sözünü və yaxud da rus ifadəsini işlətməyiniz artıq məişət üslubunun pozulması faktıdır. Bunu başqa cür başa düşməyin. Sadəcə dedim ki, anlayasınız ki, söhbət nə? Mən özüm də onsuz da işlədirəm. UJ, nə bilim, o birisi, bu birisi. Hamısını işlədirəm. Sadəcə dərs olaraq keçirəm ki, belədir vəziyyət. Yəni mövzumuz budur. İndi gəlin bunun testlərinə baxaq. Testlərimizə baxaq. Deməli, üslublarla bağlı hansı fikir doğrudur? Hər üslubda sözün yeni funksiyası ortaya çıxır. Bəli, tamamilə yox. Daha doğrusu,
sözün yeni funksiyası dedikdə məna cəhətdən də nəzərdə tutula bilər. Onun məcaziliyi, həqiqilik cəhətdən də nəzərdə tutula bilər. Elə şey yoxdur. Yəni biz 5 dənə funksional üslub varsa, onda 5-ində də bir sözün fərqli-fərqli funksiyasının ortaya çıxdığının şahidi oluruq. Xeyr. Sadəcə poetik funksiya var. Poetik funksiya məcazi funksiyadır. Sözün məcazilik funksiyası deməkdir. Bu bədii üslub üçün xarakterik xüsusiyyətdir. Bir də sözün terminoloji xüsusiyyəti. O da elmi üslub üçün səciyyəvi xüsusiyyətdir. Yəni 5 üslubda da özünü göstərmədi. A səhvdir. B variantı. Elmi üslubda məntiqilik, xronoloji ardıcıllıq, kütləvi anlaşıqlıq önəmlidir. Kütləvi anlaşıqlıq publisistik üslub üçün xarakterik xüsusiyyətdir. Ona görə B variantı yanlışdır. C variantı. Publisistik üslub rəsmi işgüzar və elmi üslublara da təzahür edir. Rəsmi işgüzar üslubu hardasa təzahür edə bilər işgüzar sənədlərdə, amma elmi üsluba publisistik üslub təzahür eləmir. 7. Bədii üslubda üslub göstəricilərinə sintaktik fiqurlar da daxildir. Sintaktik fiqurlar dedikdə deməli bədii ifadə vasitələri nəzərdə tutulur. Yəni nə idi onun adı? Bədii sual, bədii təzad, təkrir, inversiya, mübaliğə, bunlar bədii ifadə vasitələridir ki, bunlar da digər adı ilə sintaktik fiqurlar adlanır və bunlar da bədii üslubun göstəricisi ola bilər. D variantı bizim doğru cavabımız. Y-yə baxaq. Məişət üslubu gündəlik danışıq üslubu olub cəmiyyətdə formalaşan loru danışıqdır. Loru danışıq deyil. Çünki biz dedik yaxın nitqdə loru ifadələr, vulqarizmlər, varvarizmlərin işlədilməyi doğru hesab edilmir. Növbəti suala baxaq. Funksional üslublarla bağlı hansı fikir doğru deyil? Gəlin baxaq. Doğru olmayan səs. Ədəbi dilin normalarının gözlənilməsi hamısı üçün əsas şərtdir. Bəli, tamamilə doğrudur. Hər biri ədəbi dilin fonetik, leksik və qrammatik normalarına tabe olmalıdır. Bəzi üslublarda sözün yeni funksiyası özünü göstərir. Bayaqlarda dedik, bu fikir yanlışdır. Bütün üslubların dili aydın, anlaşıqlı olmalıdır. Bu fikir artıq bizə yanlış olan fikirdir. Daha doğrusu belə deyək də, B variantını yanlış götürüm. Doğrudur. Bayaqlarda dedik bütün üslublarda. Burada deyil bəzi üslublarda da. Yəni bədii üslubda da özünü göstərdi, elmi üslubda da özünü göstərdi. Bunlar da bəzi üslub kimi gedə bilər. C amma səhvdir. Bütün üslubların dili aydın, anlaşıqlı olmalıdır. Elmi üslubda aydın, anlaşıqlı dil var. Bəyən, xeyr. Ona görə doğru cavab C variantıdır. Elmi üslubda olan dil ancaq həmin elm sahəsinə aid olan şəxslər tərəfindən başa düşülə bilər. Üçüncü suala baxaq. Verilən fikirlər hansı üsluba aiddir? Baxaq. Müxtəlif təzahür formları vardır. Müxtəlif təzahür demək şifahi və yazılı ola bilərlər. Bu ola bilər. Rəsmi işgüzar da ola bilər. Kütləvi anlaşıqlıq kimi xüsusiyyəti vardır. Artıq buradan aydın olur ki, ədəbi dilə təsir edə bilir. Buradan da aydın olur ki, sintaksi, adi, intonasiyanın əks etdiyi bunu demək olur. Amma bu iki dənə ilə biz artıq müəyyən edə bilirik ki, burada söhbət publisistik üslubdan gedir ki, həqiqətən də müxtəlif təzahür formaları var. İki təzahür forması var. Şifahi təzahür var, yazılı təzahür forması. Kütləvi anlaşıqlı dildir. Bəli. Ədəbi dilə təsir edir. Bəli. Sintaksi, adi, intonasiyanı əks elətdirir. Bəli. Yəni burada modallıq bildirən cümlələrdən, mürəkkəb cümlələrdən istifadə olunmur. Dördüncü suala baxaq. Hansı üsluba aid xüsusiyyət verilməyib? Deməli, müxtəlif emosiyaları, maraqları əks etdirir. Bu üslubda arxetipik norma əsasdır, yəni sözün deyilişi əsasdır. İfadə qəlibləri üslubun dilində əsas yer tutur, rəsmi işgüzar. Bu üslub daha çox beynəlmiləl üslub hesab olunur. Beynəlmiləl üslub hesab olunur. Elmi üslub müxtəlif emosiyaları, müxtəlif maraqları əks elətdirən. Buradakı emosiyalar müəllim, emosional nitq demək deyil. Emosiya o deməkdir ki, insanların fikirlərini əks elətdirir, maraqlarını əks elətdirir. Baxın, görürsünüz, həmcins sözüdür. Biri nədirsə, digəri də olmalıdır da. Ona görə C-də çıxdı. Doğru cavab Y variantı. Emosiya ifadəsini burada çaşdırmaq üçün qoyublar. Y variantının əlaməti, şərti, xüsusiyyəti burada qeyd olunmayıb. 5-ci suala baxaq. Nə deyir burada? Aha.
verilən nümunələrin ardıcıl olaraq hansı üsluba aid olduğunu müəyyən edək. Edək də. Aha, onu belə görəndə məni dərd apardı. Məni dərd nətər apara bilər? Məcazi ifadədir, deməli, bədii üslubdur. Bu qərardan irəli gələn məsələlərin həlli yerli icra orqanlarına tapşırılsın. Bu artıq müəyyən bir qanunun yekunudur. Yəni, qanun da varsa orada, deməli, rəsmi işgüzar üslub var. Yazacağıq bura rəsmi üslub. Qardaşım, bunu da evə gələndə aparın. Bu da biz bilirik ki, kiməsə müraciət var. Yəni, dialoji nitq formasıdır. Məişət üslubu deyəcəyik buna. Aldığımız məlumata görə sabahdan havalar istiləşəcək. Bu isə Hidrometeorologiya Departamentinin verdiyi məlumatdır. Yəni, məlumat verirsə publisistik üslubdur. Publisistik üslub. Deməli, nə oldu burada? Bədii üslub, rəsmi üslub, məişət üslubu və publisistik üslub. Doğru cavab Y variantı hesab olundu. 6-cı sualla davam edək. Xüsusiyyətlərdən biri də dəqiqlikdir. Bu hansı üslublarla bağlı bu fikir hansı üslublarla bağlı Venn diaqramında sual şərsinin yerinə qoyula bilər? Aha, dəqiqlik dedikdə 100% elmlik orada özünü göstərir. Deməli, baxın, dəqiqlik elə bir elementdir ki, bu ancaq bir üslubda özünü göstərə bilməz. Baxın, publisistik üslubun biz xəbər verirlər də bizə sabah havanın necə olacağını. Bunu əvvəlcədən hidrometeoroloqlar araşdırırlar, daha sonra ictimaiyyətə təqdim edirlər. Yəni, dəqiq fikir təqdim edirlər. Deməli, publisistik üslubda da dəqiqlik var. Daha sonra rəsmi işgüzar üslubda da dəqiqlik var. Çünki bu qanundur, qanun dəqiq olmalıdır. Yazırıq, rəsmi üslubda da dəqiqlik var. Eyni zamanda elmi üslubda da biz bilirik ki, dəqiqlik var. Deməli, publisistik, rəsmi işgüzar və elmi üslub doğru cavabımız B variantı hesab olunacaqdır. Baxın, belə bir qayda kitabımızda yoxdur. Ancaq biz üslubları artıq mənimsəmişik. Bilirik ki, hansı üslub hansı təzahür formasında təqdim olunur və ondan yola çıxaraq biz doğru cavab müəyyənləşdiririk. Yedinci suala baxaq. Səhv fikri müəyyən edin. Bədii üslubda məcazilik, obrazlıq aparıcı olur. Tamamilə doğrudur. Fərdi üslub təzahürünə ən çox imkan yaradan funksional üslub bədii üslubdur. Bəli, tamamilə doğrudur. Çünki fərdi üslubda daha çox bədii üslubda təzahür olunur. Çünki hər sənətkarın qələmi fərqli cürdür. Yəni, özünə məxsusdur, fərdi şəkildədir. Dil vahidlərindən məqsədyönlü istifadə iki baxımdan özünü göstərir. Doğrudur. Ədəbi dilin normalarının gözlənilməsi, yəni dil baxımından məqsədyönlü istifadə orfoepik norma, orfoqrafik norma belədir. Ədəbi dilin normalarının gözlənilməsi bütün üslublar üçün məcburidir. Bəli. Məlum olan üslubların cəmi funksional üslublar adlanır. Xeyr. Məlum olan üslubların hamısı cəmi deyil. Fərdi üslub funksional üsluba daxil deyil. Fərdi üslub funksiyanal üsluba daxil deyil. Ona görə də 6 minus 1 funksiyanal üsluba daxildir. Yəni 5 dənəsi daxildir. G variantı səhv cavabımız hesabı olunacaqdır. 8-ə baxaq. Üslublar haqqında uyğunsuzluğu müəyyən edin. Edək də. Fərdi üslubu yaxın qoymayan ümumi mətn konstruksiyalarından ibarətdir. Fərdi üslubu yaxın qoymur. Bəli, rəsmi işgüzar bu doğrudur, uyğundur. Yəni, fərdi üslub özünü daha çox göstərir publistikdə. Xeyr, bayaqlarda dedik, fərdi üslub özünü daha çox bədii üslubda göstərir. Çünki hər sənətkarın yazı stili, düşüncəsi fərdi şəkildədir, fərqli-fərqlidir. Getdi. Kütləvi nitq forması, deməli, nitq forması olduğundan xalq dilinə çox yaxındır. Aha. Yaranmış üslubların içərisində ən qədim olandır. Bəli, ən birinci bədii üslub yaradılıb. Ədəbi dilin ən geniş yayılmış, ən gec formalaşmış kütləvi üslubdur.
məişət üslubu ən gec formalaşan biz publisistik üslubu verə bilərik. Çünki publisistik üslub 1875-ci ildə yaradılmışdır. Belə deyək, əsası qoyulmuşdur və ən gec formalaşmış, ən gec yaranmış üslubdur. Məişət üslubu ümumiyyətlə insanlarda nitq yaranandan bəri məişət üslubu zaten belə deyək də, yəni bu yox, bizdən uyğunsuzluq soruşur. Bu doğru fikirdir. Bir dəqiqə, biz nədəsə səhv elədik burada. Fərdi üslubu yaxın qoymayan ümumi mətn konstruksiyanın ibarət rəsmi üslub doğrudur. Kütləvi nitq formasına uyğun xalq dilinə çox yaxındır. Yaranmış üslubların içərisində ən qədim olandır bəlkə. Ədəbi dilin ən geniş. Deməli, B fərdi üslubu özündə daha çox göstərir. Fərdi üslub elə fərdi üslubda publisistik deyil ki. Aha, bəli. Deyir ki, fərdi üslub özünü daha çox göstərir. Uyğunsuz variantdır. Bədii üslubda daha çox göstərə bilər özünü. Yox, fərdi üslub müəyyən üslublarda özünü göstərir, amma daha çox bədii üslubda özünü göstərə bilər. Çünki dedik ki, hər sənətkarın elə bunu danışa-danışa dedik ki, hər sənətkarın ayrı bir üslubu var, ayrı bir qələmi var. Ona görə bədii üslubda yazılmağı daha doğru olardı. Burada publisistik yazıb, yəni uyğunsuzdur. B variantı. Ümumiyyətlə mən publisistik üslubla, daha doğrusu elm üslublaydı, fərdilik ümumiyyətlə yoxdur. Bəli, qətiyyən fərdilikdir. Rəsmi üslubdadır. Fərdilik ümumiyyətlə özünü göstərmir. Publisistik üslubda hardasa bəlkə göstərə bilər, amma daha çox fikri yanlışdır. Daha çox bədii üslubdur özünü göstərir. 9-a baxaq. Deməli, Azərbaycan dilində bizə çatan ilk yazılı nümunə hələ ki 13-cü əsrə aiddir. Ancaq bir sıra faktorlar bu dilin bir neçə əsr əvvəldən müntəzəm olaraq yazılı dil kimi işləndiyinə dəlalət edir. Baxın, bu fikir bəzən müdavimlər tərəfindən elə bilir ki, bu elmi üslubdur. Çünki elmlə danışırdı. Amma yadda saxlayın ki, bu üslub publisistik üslubdur. Ona görə ki, əgər verilən mətn bizə hər hansı bir material haqqında məlumat verirsə və biz oradakı sözlərin əksəriyyətini biliriksə, deməli o verilən üslub publisistik üslub hesab olunacaq. Burada da bizə qaranlıq qalan heç bir söz yoxdur. Bütün sözləri başa düşürük. Əgər bu şayət elmi üslub olsaydı, bunu mən rahat oxuya bilməzdim, siz də rahat başa düşə bilməzdiniz. Artıq bu xırda mətni, 3 cümlədən ibarət olan mətni oxuyandan sonra siz bilirsiniz ki, həqiqətən söhbət nədən gedir. Deməli, bu mətn sizə məlumat verdi və eyni zamanda dili də aydındır. Deməli, bu publisistik üslubdur. Aydın oldu. Üslubdan düşəndə ya qayda sualı düşür, ya da ki, belə mətn verirlər, deyirlər ki, tapın. Ötən il məsələn qayda düşmüşdü, səhv eləmirəmsə, əgər doğru yadımda qalırsa. Sonra, səhv fikri müəyyən edin. Funksional imkanların genişliyinə görə bədii üslub bir sıra hallarda ədəbi dildə adlandırılır. Bəli. Sonra, daha çox beynəlmiləl üslub elmi üslubdur. Xeyr. Daha çox beynəlmiləl xarakteri daşıyan üslub biz düzdür bu. Düzdür bu. Daha çox bayaqlarda dərs sırasında da dedik. Beynəlmiləl üslub, yəni o demək ki, orada beynəlxalq terminlərdən, müxtəlif dillərdə istifadə olunan terminlərdə istifadə olunur. Bəli, elmi üslub üçün xarakteri xüsusiyyətdir. Səhv fikri soruşur bizdən. Publisistik üsluba aid edilən cəhətlər, fikrin aydın olması, obrazlılıq, məcazilik, səhvdir artıq bunlar. Təsirlik ola bilər, fikrin aydın ifadəsi ola bilər, obrazlılıq, məcazilik, publisistik üsluba aid deyil. Ona görə doğru cavabımız D variantı, yəni yanlış fikirdir. Hı-hı. 11-ci sual. Publisistik üsluba aid olanları müəyyən edin. Hadisələrin politoloqlar və digər mütəxəssislər tərəfindən təhlili verilir, şərhi. Bəli, biz dedik ya müəllim, analitik publisistika, bir də ki, təsviri şərh, analitik şərh. Təsviri şərh başımıza keçən hər hansı bir məlumatı veririk, amma analitik şərhdə isə mütəxəssislər araşdırır və onlar gəlib bizə məlumat verir, şərh eləyir. Baxın, burada da qeyd olunur. Biri götürəcəyik publisistik üsluba aid xüsusiyyət kimi. Televiziya dili olduğuna görə fonetik normanın gözlənilməsi vacib amil deyil. Xeyr, televiziya üslubudur, fonetik norma gözlənilməlidir, vacib amil deyil, heç bir üslub üçün xarakterik deyil. Çıxdı. Məcaziliyə də rast gəlmək
mümkündür. Bəli, publisistik üslubda bəzən məcazlıq da özünü göstərə bilər. Təbii ki, üstünlük olmadığı şərtdə. Təsviri şərhlə yanaşı həm də analitik şərhlər də təsadüf olunur. Bəli, bu analitik şərhdir, elə birinci punktda verilən. 1, 3, 4 ən geniş yayılmış, ən gec formalaşmış kütləvi üslubdur. Ən geniş yayılan, ən gec formalaşan kütləvi üslub adlanır məişət üslubu. Bu ayaqlarda dedik. 1, 3, 4 C variantı bizdən publisistik üslubu soruşur. 12-ci suala baxaq. Üslublarla bağlı doğru olmayan fikri seçin. Fərdi üslub xüsusi səciyyə daşıyır, bir şəxsə və ya bir qrupa aid olur. Aha. Bütün tarix boyu aparıcı olan üslub ən qədim olan bədii üslubdur. Bəli, ən birinci ilə bədii üslub formalaşıb. Üslublar içərisində nisbətən gec yaranan, çox kütləvilik qazanan məişət üslubudur. Bəli, nisbətən gec yaranıb. Daha sonra daha çox kütləvilik qazanan məişət üslubudur. Konkretlik, dəqiqlik, məcazlik, termin sıxlığı, elmi üslub üçün xasdır, doğrudur. Konkretlik, dəqiqlik. Burada məcazilik var. Yox. Necə çatdırırlar? Məcazilik elmi üslub üçün xarakterik xüsusiyyət deyil. Məcazilik ümumiyyətlə elmi üslubda göstərilir. Hardasa publisistik üslubda özünü göstərə bilər. Çox vaxt. Bəli. Bu B variantında bütün tarix boyu aparıcı olan üslub ən qədim üslub olan bədii üslubdur. Ən qədim üslub məişət üslubu deyil. Ən qədim üslub tarixə də nəzər saldıqda, tarixdə aparıcılığı da nəzərə aldıqda bədii üslubdur. Baxın, cümlələrə fikir verin. Deyir ki, bütün tarix boyu aparıcı olub. Tarix boyu aparıcı olan bədii üslubdur. Burada ən birinci yarananı soruşmur. Aydın. Ümumiyyətlə, aparıcı olmaq nəyi nəzərdə tutur? Yəni, aparıcı... Ən çox istifadə olunan deməyək, daha çox bütün üslublara növbəti suala keçək. Burada oldu D variantı, çünki məcazilik artıq elmi üsluba xas olan xüsusiyyət deyil. 13-ə baxaq. Verilənlərin içərisində hansı üslubun xüsusiyyətlərinə rast gəlinmir? İşlənmə dairəsinə görə ən kütləvi üslubdur. Mürəkkəb cümlələrdən çox istifadə olunur. Bu adlandı elmi üslub. Daha sonra yarandığı dövrün cümlə konstruksiyasını olduğu kimi saxlayır. Bu rəsmi işgüzar üslubdur. Yəni əvvəl necə 90-cı illərdə ərizənin yazılmağı necə idisə, indi də elədir. Yəni dəyişim yoxdur. Aydınlıq, kütləvilik, aydınlığa, təsirliyə xüsusi diqqət yetirilir. Publisistik üslub və eyni zamanda işlənmə dairəsinə görə ən kütləvi üslub da məişət üslub. Baxın, bura müəllim, işlənmə dairəsinə görə, yəni işlənməsinə görə ən çox insanlar tərəfindən məişət üslubudur. Çünki 8 milyard şəxs tərəfindən istifadə olunur. Bədii üslubun xüsusiyyəti burada qeyd olunmuyor. Doğru cavab B variantıdır. Müəllim, bu rəsmi işgüzar üslubdur, bədii, ümumiyyətlə də bu üslublar. Məsələn, elmi üslub deyəndə, yəni biz bilirik ki, ümumi dünyada olan terminlər. Rəsmi işgüzar üslubda olanı, yəni bizim, necə deyim, bayaq siz dediniz ki, 1875-də əsas qoyulub. Yəni, nə vaxt əsas qoyulub? Xeyri müəllim, məsələn, bizə görə rəsmi işgüzar üslub 1875-dir. Rəsmi işgüzar üslub yox, publisistik üslub. Bəli, publisistik. İndi, amma başqa dövlətlərə görə fərqlidir o üslub. Təbii ki, bəs necə? Bu, biz deyirik ki, Azərbaycanda publisistika, məsələn, Fransada publisistika, belə deyək də, artıq 14-cü əsrdə, 13-cü əsrdə var idi. Çünki onlar 14-cü, 13-cü əsrlərdə xüsusi maşınlarda qəzetlər çıxardırdılar. Aydın oldu. Və yaxud da Roma, qədim Misir tarixinə nəzər salsaq, onlarda hətta qədim dövrlərdə belə publisistikaya aid materialların papirus üzərində şərh olunduğunu biz görə bilərik. Yəni, digər dövlətlərdə təbii ki, aid deyil bu. Bu, sırf Azərbaycan dilinin üslubiyyə sisteminə aid olan xüsusiyyətlərdir.
Aydındır. Hı. Səhv fikri seçək. Azərbaycan ədəbi dilinin humanitar elmlər üzrə elmi üslubu milli, təbiət və texniki fənlərdə isə beynəlmiləl səciyyə daşıyır. Bu hardasa doğru götürə bilərik, çünki orta məktəb sistemi olduğuna görə burada çox alınma terminlərin işlədilməsi düzgün hesab edilmir. Sonra elmi üslubda fikir daha yığcam, daha konkret, ifadə etmək üçün müxtəlif formullardan, düsturlardan, rəqəm və diaqram və sair kimi istifadə olunur. Elmi üslub doğrudur. Azərbaycan dilində, eləcə də dünya dillərində alınma terminologiya daha geniş yayılmışdır. Aha. Publisistik üslubda hadisənin analitik şərhinə yer verilmir, səhvdir. Bayaqlarda elə dedik. 9-cu sual, neçənci sual idi. Deyək, publisistik üslub isə iki şərhdə ola bilər. Təsviri şərh və analitik şərh. Analitik şərh müxtəlif mütəxəssislər tərəfindən araşdırılır bir məlumat, dəqiqliyinə çatır, ondan sonra ictimaiyyətə təqdim olunur. Təsviri publisistik şərh isə məsələn, bir-birimizin başına keçən hər hansı bir əhvalatı gəlib deyirik. Yəni, onu nə analiz edirik, nə də ki, bir şey, heç nə eləmirik. Deyə fikir yanlışdır. 15-ə baxaq. Məişət üslubu ilə bağlı yanlış fikri seçək. Sərbəst xalq danışıq dili hesab olunur. Qalsın bu. Bu üslubun əsas cəhəti nitqin sərbəstliyi, təbiiliyidir. Aha. Baxın, bu sərbəstlik fərqli sərbəstlikdir mənə görə. İndi görək, o digər variantlar da mənim fikrimi təsdiqləyəcək, yoxsa yox. Digər üslub nümayəndələri bu üslubda birləşirlər. Bəli, bütün üslubçuların, belə deyək də, birləşdiyi məqam məişət üslubu. Çünki hər biri gündəlik həyatda dialoqlardan istifadə edirlər. Üslubların içərisində ən gec formalaşandır. Bəli, ən gec formalaşan məişət üslubudur. Yaranan demirəm, formalaşan deyir müəllimlər. Ən gec yaranan təbii ki, publisistik üslubdur. Formalaşan isə məişət üslubu. Bu üslubun yaranması bir zərurətdir. Bəli, müəyyən bir vaciblik şəraitində yaradır. Çünki insanlar arasında söhbət gedirdi. İnsanlar arasında artıq dialoqlar formalaşırdı və bu dialoqlar formalaşdıqca da bu dialoqa bir ad verməli idilər ki, o da məişət üslubu adlandı. Yəni bir zəruri idi, vacib idi. Təbii ki, fikrimiz doğru oldu, A variantı. Sərbəst xalq danışıq dili hesab olunur, fikir yanlışdır. Çünki xalq sərbəst danışmamalı idi. Nitqin sərbəstliyi ilə xalqın sərbəst danışmağı doğru anlayışlar deyil. Yəqin ki, başa düşdünüz nə demək istəyirəm. Bəli, müəllim, mən başa düşdüm. İstəyirəm. 16-ya baxaq. Rəsmi işgüzar üslub haqqında yanlış fikir seçin. Bu üslubun əsas göstəricisi informasiyanın standart formalara uyğun yığcam verilməsidir. Bəli. Fərdi nitq ünsürlərinə demək olar ki, yer verilmir. Bəli. Lüğət tərkibi yığcam sintaksi məhduddur, normallığı sabit deyil, əksinə normallığı da sabitdir. Bayaqlar elə birbaşa Elgiz müəllim sizə sual verdim ki, lüğət tərkibi yığcam, sintaksi məhdud, normallığı möhkəm olan üslub hansıdır? Rəsmi işgüzar. Norma möhkəm olmalıdır. Sabit deyil fikri yanlışdır. C variantı yanlış fikirdir. 17-yə baxaq. Yanlış fikri seçək. Obrazlı təfəkkürdə sözün poetik funksiyası da deməli, obrazlı təfəkkürdə sözün poetik funksiyası da sözün adi informativ funksiyasına əsaslanır. Yəni, məna belə deyək də, eyni sözdən törəmədir. Yəni, əsaslanır fikri doğrudur. Bədii üslub yumxaq dilinə əsaslanır. Bəli. Fərdi üslubu mövcud ictimai tarixi şərait yaradır. Bəli. Fərdi üslubda, məsələn, fərdi üslub deyir ki, mövcud ictimai tarixi şərait yaradır. Bu nə deməkdir? Təsəvvür edin ki, məsələn, Molla Pənah Vaqifi götürək. Molla Pənah Vaqif optimist şairdir. Yəni, müsbət ruhda yazan şairdir. Ancaq başına gələn fəlakətlər, dostlarından zərbə görməsi, daha sonra arvadından xəyanət görməsi və bu kimi məqamlar artıq Molla Pənah Vaqifin optimist ruhda yazmasını əngəlləyir və artıq bədbin ruhda yazmağa başlayır. Yəni, ictimai tarixi şərait ona üslubunu dəyişməyinə şərait yaratdı. Aydın oldu. Yəni, fərdi üslub başqa gələn əhvalatlara görə dəyişə bilər.
Ona görə deyirlər ki, bu fərdidir. Yəni öz keyfimdən asılıdır. Nədən yazaram, yazaram. Bədii üslubda dialektizmlərə, vulqarizm və barbarizmlərə rast gəlinir. Bəli, istifadə oluna bilər, amma həddi aşmamaq şərti ilə obrazların dilində xarakterlərini açmaq üçün istifadə oluna bilər. Ona görə deyə də doğrudur. İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır, həcmdə nisbətən böyük olur. Niyə dövlət əhəmiyyəti daşımasın? Məsələn, protokol götürək. Protokol necə dövlət əhəmiyyəti daşımır? Mən əgər bir yolda biri qəza şəraiti yaratmayıbsa, qəza şəraiti yaradıbsa, mən əgər orada akt yazmayacam. Siz təsəvvür edin ki, maşınla gedirsiniz, bir adamı vurub 40 təşkil eləmisiniz. Yəni mən polis olaraq gəlib orada akt yazmasam, yəni cinayət işi yazmasam sizə, yəni siz artıq mən qanuna zidd hərəkət etmiş olacam. Ona görə də deyir ki, dövlət əhəmiyyəti daşımır fikri yanlışdır. Y variantı. 18-ə baxaq. Elmi üslub haqqında səhv fikir. Elmi təfəkkürün istifadəsi olub və ya digər elm sahəsinin dilidir. Bəli. Bu üslubda çox mənalığa, mətnaltı mənaya, fikrin müxtəlif cür anlaşılmasına yol verilmir. Aha. Elmi üslubda obrazlılığa, emosionallığa adətən təsadüf edilmir. Bəli. Bu üslubda mürəkkəb cümlələr, modal sözlər çox istifadə olunur. Tamamilə doğrudur, şablon qaydadır. Hal-hazırda özləşmə meyli nəticəsində milli terminologiya daha çox üstünlük təşkil edir. Səhvdir. Ümumiyyətlə, milli terminologiya istifadə olunur fikri yanlış. Çünki Azərbaycan dilində hələ elm dedikdə elm o qədər də möhkəm şəkildə inkişaf etməyib. Buna görə də biz yəni ancaq terminologiya kimi milli terminologiyadan istifadə etsək, elmi üslubu məhdudlaşdırmış olacağıq. Ona görə də məhdudlaşdırmamaq üçün xarici terminlərdən geniş şəkildə istifadə olunur. Y fikri yanlışdır. 9-a baxaq. 19-a daha doğrusu. Bədii üsluba aid edilən bilər. Ədəbi dilin deməli ədəbi dilin normalarına tabe deyil, səhvdir. Bütün üslublara tabe olmalıdır. Sözün poetik funksiyasından istifadə etmək olur. 2. Normanın yeniləşməsi, ümumxalq dil vahidlərinin ədəbi dilə gəlişi bu üslubdan başlanılır. Bəli. Bədii üslub digər üslublara təsir edə bilmir. Bayaqlar dedik, publisistik üsluba da təsir edə bilər, fərdi üsluba təsir edə bilir. Hər cür təhkiyyənin dili nəsr edilir. Xeyr, nəzm dildə var. Dedik ki, publisistik, bədii üslub 3 əsasda 3 dillə təqdim oluna bilər. Nəzm dili, nəsr dili, dramaturgiya dili. Yerdə qaldı 2, 3, C variantımız. 20-ci suala baxaq. Bu da sonuncu sualımız olsun. Yerini evdə yazarıq. Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından ibarət Gücümüz Birlikdədir koalisiyası Dəvəçi rayonunda növbəti təbiəti mühafizə aksiyası keçirir. Baxın, bu bir məlumat verici xarakter. Təsəvvür edin ki, bu xəbərə oxşuyur da, düz deyil. Azərbaycan Gənclər Təşkilatları Milli Şurasından ibarət Gücümüz Birlikdədir koalisiyası Dəvəçi rayonunda növbəti təbiəti mühafizə aksiyası keçirir. Təsəvvür edin ki, mən bir xəbər aparıcısıyam və bu fikri dedim sizə. Anlaya bilməyəcəyimiz heç bir şey yoxdur. Bu mətni oxuduqdan sonra artıq bilirik ki, təbiəti mühafizə aksiyası Dəvəçi rayonunda keçirilir. Azərbaycan Gənclər Təşkilatı tərəfindən keçirilir. Yəni bizi artıq nəsə məlumat verir. Deməli, publisistik üslubdur. Aydın oldu? Yəni, üslublar, yenə də deyirəm, asan mövzudur, amma bir-iki dənə detal var ki, orada nə bilim, ən gənc üslubdur, gec formalaşmışdır, nə bilim, bu kimi ifadələr sizi çaşdırmasın. Dönə-dönə video izaha baxın və artıq üslubları möhkəmləndirin ki, yəni buradan düşən sualı rahatlıqla yaza biləsiniz. Aydın oldu müəllimlər, əlavə bir sualınız falan var, yoxsa? Xeyr, mənim çox sağ olun. Əla, siz sağ olun. Artıq proqram bitib.